Agentliyimizə gələn suallar diqqətlə oxunur və nəzərə alınır. Bəs doğrudanmı körpü çatlayıb? Gəlin izləyicilərə narahat edən bu məsələyə daha geniş nəzər salaq. Ölkə üzrə tikilən bütün körpülərdə nazik xətt formasında boşluqlar var. Sürücülər yəqin ki, nəyin nəzərdə tutulduğunu çox yaxşı başa düşürlər. Bəs əslində bu boşluqlar nədir? Təhlükəli çat, mühəndis səhvi, yoxsa keyfiyyətsiz işin fəsadı? Xeyr, cəmiyyət arasında körpüdəki çatlar adlanan boşluqlar əslində tikintidə istifadə olunan mühəndis əlləridir. Çünki beton istidə genişlənir, soyuqda isə yığılır. Ağır yüklərin təsirindən istər-istəməz gözə görünməsə də hərəkət edir. Əgər tikinti vaxtı əvvəlcədən nəzərə alınan bu deformasiya tikişləri olmasa, körpü çox tez çatlayacaq və ağır fəsadlara gətirib çıxaracaq. Problem kimi görünsə də bu deformasiya tikişləri körpünü qoruyur və onun ömrünü uzadır. Bu sistem mühəndislər tərəfindən müxtəlif sahələrdə istifadə olunur. Məsələn, dəmir yollarında. Dəmir reyslər arasında olan xırda boşluqlar var ki, bu səbəbdən saxlanılır. Çünki dəmir istidə genişlənir, soyuqda isə yığılır. Reyslər bir-birinə sıx yerləşdirilsələr, istidə genişlənib, bir-birinə təzyiq edəcəklər və nəticədə əyilib deformasiya olacaqlar. Bu arada qatarda eşitdiyiniz həmin o tuk-tuk səsi də reyslər arasındakı boşluğa görə yaranır. Əlavə olaraq bizim mühəndislər tərəfindən bütün körpülər vaxtaşırı yoxlanılır, test olunur və nəzarətdə saxlanılır. Beləliklə siz də deformasiya tikişinin nə olduğunu və körpüdə nə üçün istifadə olunduğunu bilirsiniz. Şərhlərdə növbəti videoda hansı mövzunun müzakirə olunmasını istədiyinizi qeyd edin və səhifələrimizə abunə olun. Yolunuz açıq olsun.